Kəlbəcər rayonunda 8 noyabr Zəfər gününün 5-ci ildönümü təntənə ilə qeyd olunub. Tədbirdə Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev, Milli Məclisin deputatı Mircəlil Qasımlı, bir çox idarə və müəssisə rəhbərləri, şəhid ailələri, qazilər, veteranlar və rayon sakinləri iştirak ediblər. Əvvəlcə Zəfər tariximizə nəzər salınıb, daha sonra xalqımızın ümumilli lideri Heydər Əliyevin büstü ziyarət olunub. Tədbirdə çıxış edənlər bildirib ki, şanlı tariximiz olan Zəfər gününün ölkəmizin hər bir şəhərində, qəsəbəsində, kəndində böyük coşqu, təntənə ilə, sevinc ilə əsl bayram kimi qeyd olunur. Qeyd olunub ki, Müzəffər Ali Baş Komandanın dövlətimizin başçısı cənab İlham Əliyevin uzun illərdən bəri apardığı uğurlu daxili və xarici siyasətin yaratmış olduğu xalq iqtidar ordu birliyinin nəticəsi olaraq tarixi zəfər qazanılmış və xalqımıza Zəfər gününü qeyd etmək qismət olmuşdu. Daha sonra rayonun ictimai-siyasi həyatında fərqləndiyinə görə bir qrup şəxs Kəlbəcər rayon İcra Hakimiyyətinin fəxri fərmanı ilə təltif edilib. Tədbir bədii hissə ilə davam edib. Zəfər gününə həsr olunan bayram konserti rayon sakinləri tərəfindən böyük maraqla qarşılanıb.